İlham Əliyev Heydər Əliyevin oğlu olaraq illərin təcrübəsindən çıxmış ağlı, pragmatik bir liderdi. Bu adam ağlı yerində, təcrübəli, sonra dediği işin sözün üstünde duran və müttəfilik olması layıqlı bir insandı. İlham Əliyevə xalq artıq ömürlük mandat verir. İlham Əliyev elə işlər eləyib ki, bunu 200 ilə heç kəs eləyə bilməmişdi. Biz ermənilərlə 200 ildir savaşdayıq. 200 ildir Türkmençaydan sonra. İlham Əliyev bunu əldə edib. İlham Əliyev məni əfv elədi, bilirsiniz. Bir daha təşəkkür edirəm. Sonra mənim məhkumluğumu götürdü mənim üzerimdən. Təşəkkür edirəm. Və nəhayət mənim həbsdən çıxanda yaratdığım siyasi partiyanı dövlət qeydiyyatından keçməsinə xeyir dua verdi. İndi ay Sevinç xanım, mən bundan artıq nə deyim? Nə deyim? Xalqımız bərk yapışmalıdır ətəyindən İlham Əliyev. Onu əvəz edəcək nə ölkə daxilində, nə xaricdə mən adam görmürəm. Heydər Əliyev müqəddəsdir mənim üçün. Xəyanət olmuyor. Bugün də bizim partiyamız Heydər Əliyevin siyasi xəttini aparır. Azərbaycan üçün yeganə düzgün xətt budur. İlham Əliyev bugünkü Azərbaycan üçün bugünkü Heydər Əliyevdir. Biləsiniz.